Maraqlı bir suala baxaq. Misk porosu məhlulu olan 3 eyni vanna sxemdəki kimi birləşdirilmişdir. Açarı qapadıqda müəyyən müddət ərzində 1 və 2 vannalarında ayrılan misin kütləsi necə dəyişər? Baxın, ayrılan misin kütləsi, ayrılan maddənin kütlə düsturunu yazsaq, n bərabərdir k Q-yə. Deməli, Q-nün yerinə yaza bilərəm IT və yaxud da I-nin yerinə yaza bilərəm U bölünsün, R vurulsun T. Düzdürmü? Deməli, burada M ayrılan maddənin kütləsi həm cəryan şiddəti ilə düz asılıdır, həm də gərginliyi ilə düz asılıdır. Mən istəsəm cəryanlara görə məsələni həll eləyərəm, istəsəm gərginliyə görə. İndi gəlin gərginliyə görə izah eləyək. Baxaq, 3 dənə eyni vannadır. Ona görə rahat olsun deyə gəlin qəbul eləyək ki, bu mənbənin gərginliyi 3U-dur. Düzdürmü? Birinci halda mənim açarım açıq vəziyyətdədir. İndiyə baxaq. Deməli, açar açıqdırsa, onda baxın, bu 3 vannasında heç bir maddə toplamayacaq. Onu çıxdıq. Deməli, bax, bu 3-ü onda 1 vannası ilə 2 vannası arasında hər birinin müqamətini R qəbul etsək, çünki 3 eyni vanna deyir. Onda bu 3-ü hər ikisi arasında bərabər bölünəcək. Onda U1 və U2 hər ikisinə nə qədər gərginlik düşəcək? 1,5U gərginlik düşəcək. İndi gəlin açarı qapayaq. Qapalı vəziyyətə gətirək. Baxın, açarı mən qapadım. 3 eyni vanna olduğuna görə hər birinin müqaməti R-dir. Deməli, dövrənin ümumi gərginliyi də 3-udur. İndi baxaq. Deməli, onda bu 2 və 3 bir-birinə necə birləşib? Paralel. Onda onların ümumi müqaməti nəyə bərabər olacaq? 2R. R bölünsün 2-yə. Birinci isə R-dir də demişdik. İndi baxın, birinci ikincidən 2 dəfə çoxdur. Ona görə də, bax, bu 3-u elə şəkildə bölünəcək ki, 2-nin 1-ə nisbəti şəklində. 2 U-su birinci vannaya, U-su isə ikinci və üçüncü vannalara toplanacaq. Onda mənim U1-im nəyə bərabər olacaq? 2U-ya. U2 isə nəyə bərabər olacaq? U-ya. Düzdürmü? İndi baxaq. Birinci halda U1 1,5U idi. İkinci halda açarı qapayandan sonra 2U oldu. Onda nə olacaq? Ayrılan misin kütləsi də demişdik ki, gərginliklə düz asılıdır. Gərginlik artdı, ona görə ayrılan misin kütləsi də nə olacaq? Artmış olacaq. U2 isə 1,5U idi, düşdü neçəyə? U-ya, yəni azaldı. Deməli, birinci halda artar, ikinci halda azalar, cavab olur C variantı.